Kim nə deyir desin, amma bizim müğənnilər çox qonaqpərvərdirlər. Bəziləri dostluq eləyir, bəziləri doğmalıq. İnanmırsınız? Gəlin baxaq. Bayram əhval ruhiyyəsi bax bu günləri buradadır. Könül xanımın evində. Liderin mağazininə baxın, maraqlı olacaq. Lider mağazin olaraq biz Novruz bayramımızı elə Doğma kanalın sevilən aparıcılarından olan Könül Muxtarovanın evində qeyd elədik. Amma doğrudan bugün gəldim burada İzzəti gördüm, Aynur'u gördüm. Çox şad oldum. Bu günləri mən sizin bu bayram ərəfəsində evinizdə qonağam. Mən şad oldum. Çox sevindim ki, bu günləri Könül bizi dəvət eləmisən evinə. Könül səni çox istəyirik. Bugün Prime Az və Lider mağazinin dəstəyi ilə, birgə istəyi ilə bir masa ətrafında toplaşmalıydıq. İstedadlı sənətçilər olan yerdə gözəl ifalar da olmalıdır. Çalışırıq telli sazı, salamlasın gönül yazı. Çalayışıq telli sazı, salamlayır gönül yazı. Bülbüllərin xoş avazı, deyir yaz gəldi, yaz gəldi. Bülbüllərin xoş avazı, deyir yaz gəldi, yaz gəldi. Səməni nazlı gəlin, incə belində kəmər, baharın elçisidir, bəzəkli nəlbəkilər, yurdumuza yaz gəlir, tez barışsın küsənlər, taley sizə yar olsun, sevinənlər, sevənlər, hey! Birazdan Novruz bayramının adətlərindən danışaq. Görəsən sənətçilər hansı adətimizi daha çox sevirlər? Mən yadıma gəlir, bir dəfə qulaq falına çıxmışdım. Ümumiyyətlə bizim adət-ənənələrimizi sınamaq üçün də deyirlər belə bir şey var da. Orada nə eşitdimsə o həyata keçdi. Yəni mən inanıram adət-ənənəmizə. Papaq atmaq çox yadıma gəlir. Amma qulaq falının sözü çıxmamışam. Həmişə də mənim papağım dolu olur. Ümumiyyətlə biz indi hal-hazırda, yəni biz bunları eləmirik də. Bəlkə də hansız indi rayonlarda, kəndlərdə bunları edirlər. Biz şəhərdə bunlar. Bizdə şəhərdə ən uzaq başı elədiyimiz nədir? Tonqal üstündən tullanmaqdır. Məhəllələrdə bir də papaq atdım. Yalan deməyəcəm, adətlərin bir çoxusunu heç həyata keçirə bilmirəm. Amma evə körpə gələndən sonra məcbur olursan o adətləri ona göstərmək üçün, ona xatırlatmaq üçün eləyəsən. Nə yaxşı ki, bizim də evdə inci var artıq, son 4 ildir mən o ab-havanı hiss eləyirəm evimizdə. Hə, bərabər tonqaldan atlanırıq, papaq da atmışıq, qulaq da pusmuşuq. Adət-ənənəyə uyğun olaraq sənətçilər arasında kiçik bir yarış da keçirtdik. Qalib isə Hə, gördünüz ki, mən qalib gəldim. Düşünürəm ki, bugün şou aləmində mənə doğma olan insanlarla bir bayram ab-havası yarada bildim evimizdə. Buna görə dostlarıma təşəkkür edirəm və təbii ki, Doğma kanal, Lider televiziyası, Lider mağazinə də xüsusi təşəkkürlər. Bayramınız mübarək olsun.